Fuza geometri paralel kenar mövzusundan test 1'in sual izahlarına baxaq. Bir de deyir ki, ABCD paralel kenar olarsa alfa bucağını hesablayın. Bilirik ki, paralel kenarda çarpaz yerde duran bucaqlar bir-birinə eşit olmalıdır. A'nın çarpazında duran C idi, deməli A C'yə bərabər olmalıdır. B'nin çarpazındakı isə D idi, deməli B bucağı da D'yə bərabər olmalıdır. Onda alfa buradan bərabər olar 72 dərəcəyə. Cavabımız olacaq C variantı. 2 nömrəli sual da həmin qaydadadır. A'nın çarpazındakı C'dir. Deməli A bucağı C'yə bərabər olmalıdır. Onda yazarıq 2x eksi 10 eşittir x artı 70 dərəcəyə. X'i sol tərəfə, eksi 10'u da sağ tərəfə keçirsək, o zaman x eşit olmalıdır 70 dərəcə artı 10 dərəcə. Eləyəcək 80 dərəcə, cavabımız olacaq C variantı. 3 nömrəyə çalışmada A bucağı 2x'dir, D bucağı 4x'dir. Bilirik ki, paralel kənarda bir tərəfə bitişik bucaqların cəmi 180 dərəcəyə bərabər olmalıdır. Məsəl üçün AD tərəfinə bitişik bucaqlar 2x və 4x'dir. Onda 2x ilə 4x'in cəmi eşit olmalıdır 180 dərəcəyə. Tənliyi həll etsək alarıq 6x bərabərdir 180 dərəcəyə, x də bərabərdir 30 dərəcəyə. Bizdən DAB bucağını soruşur. Bucaq DAB 2x-ə bərabərdir, x 30 dərəcə aldıq, 2-ni vurarıq 30 dərəcəyə, eləyər 60 dərəcə. Cavabımız olar B variantı. Növbəti 4 nömrəli çalışmada B bucağının çarpazındakı bucaq D-dir. Dedik ki, çarpazdırsa, çarpaz yerdə duran bucaqların bir-birinə bərabər olmalıdır. Onda 3x eksi 10 dərəcə eşitdir 2x artı 20 dərəcəyə. 2x'i keçirək sol tərəfə, mənfi 10'u keçirək sağ tərəfə. O zaman 3x çıxılsın 2x eşit olmalıdır 20 dərəcə artı 10 dərəcə. Buradan da alarıq x bərabərdir 30 dərəcəyə. Bizdən DAB bucağını soruşur. Gəlin bucaq D-ni tapaq. Bucaq D 2x topla 20 dərəcədir. 2-ni vurarıq 30 dərəcəyə. Üzərinə gələrik 20 dərəcəni. Eləyər 80 dərəcə. Deməli D bucağı eşitdir 80 dərəcəyə. A bucağı nəyə bərabər olar? 180 dərəcə çıxılsın 80 dərəcəyə. Eləyəcək 100 dərəcə. A bucağı olacaq 100 dərəcə. Cavabımız olur D variantı. Beş nömrəli çalışmada A və D bucaqlarının açıortayları Y nöqtəsində kəsişir. Bilirik ki, paralel kənarda bir tərəfə bitişik bucaqların açıortayları kəsişdikdə 90 dərəcəli bir bucaq əmələ gəlir. O zaman elə alfa bucağı neçəyə bərabər olar? 90 dərəcəyə. Əslində bunu hardan alırıq? Məsəl üçün A bucağı 2 bərabər hissəyə bölünür. Buna bir beta, buna bir beta deyə bilərik. Həmçinin D bucağı da 2 bərabər hissəyə bölünür. Buna bir qamma, buna da bir qamma deyərik. Bayaq şərtdə dedik ki, bir tərəfinə bitişik bucaqların cəmi 180 eləməlidir. Deməli 2 beta artı 2 qamma eləyər 180 dərəcə. Buradan isə alarıq beta artı qamma eşitdir 90 dərəcə. 3 bucaq A, D, Y-yə baxsaq, beta topla qamma 90 dərəcədirsə, alfa neçəyə bərabər olar? 180 dərəcə çıxılsın 90 dərəcədən, cavab olar 90 dərəcə. D variantı. Belə qayda olaraq da yadda saxlaya bilərsiniz ki, paralel kənarda bir tərəfinə bitişik bucaqların açıortayları kəsişdikdə 90 dərəcəli bucaq əmələ gətirir. 6 nömrəli çalışmaya baxaq. A, Y, B, C-yə bərabərdir. B bucağı 70 dərəcə olarsa, A bucağını hesablayın. Burada deyir ki, BC tərəfi AY-yə bərabərdir. Həmçinin bilirik ki, paralel kənarda paralel duran tərəflərin uzunluqları bərabərdir. Yəni, BC tərəfinin uzunluğu AD-yə bərabərdir. Baxın, şəkildə alırıq ki, AD həm də AY-yə bərabərdir. Baxın, burada 3 dənə bərabər uzunluqda bir parça var. B bucağı 70 dərəcədirsə, dedik ki, onun çarpazındakı bucaq elə 70-ə bərabər olmalıdır. Burada A, D, Y
İkizkenar üçgəndə. İkizkenar üçgəndə oturacağı bitişik bucaqların dərəcələri bərabərdir. O zaman bu bucaq da 70 dərəcədir. A, D, Y üçbucağına baxsaq, daxili bucaqların cəmi 180 eləməlidir. Alfa topla 70 dərəcə, topla 70 dərəcə eşit olmalıdır 140 dərəcəyə. Daha doğrusu 180 dərəcəyə. Buradan alfa eşitdir 180 dərəcə çıxılsın 140 dərəcə. Alfa da eşit olacaq 40 dərəcə. Cavabımız olacaq 40 dərəcə A variantı. 7 nömrəli çalışmaya baxsaq, BY DS'yə bərabərdir. Aha, D bucağı 20 dərəcədir, ADY 20 dərəcədir, YDS 40 dərəcə olarsa alfa bucağını hesablayın deyir. Deməli, YB DS'yə bərabərdir. Həmçinin paralel kənarın xassəsinə görə bilirik ki, DS məsafəsi də AB-yə bərabərdir. Deməli, AB həm də YB-yə bərabərdir. Burada bir ikizkenar üçgən əmələ gələcək. Daha sonra YDS 20, daha doğrusu 40 dərəcədirsə, o zaman bu bucaqda olmalıdır 40 dərəcə. Daxili çarpaz bucaqlara görə bu bucaqda eləyəcək 20 dərəcə. Baxın, ABY üçgəninə baxsaq, təpə bucağı 40 dərəcədirsə, oturacağı bitişik bucaqlar bir-birinə bərabər olmalıdır. O zaman 180 dərəcədən çıxaram 40 dərəcəni, bölərəm 2-yə, bərabər olar 140 dərəcə bölünsün 2-dən 70 dərəcə. Deməli, buradakı hər bir bucağın dərəcə ölçüsü eləməlidir 70 dərəcə. Daha sonra D bucağının dərəcə ölçüsü ümumilikdə neçə dərəcədir? 60 dərəcə. Onda baxın, buradakı ümumi bucağın dərəcə ölçüsü eləməlidir 120 dərəcə. 120 dərəcəlik bucaq, amma AY parçası ilə 2 hissəyə bölünür. Biri alfadır, digəri 70 dərəcədir. Alfa ilə 70-in cəmi eləməlidir 120 dərəcə. Buradan alfa eləyər neçə? 120 dərəcə çıxılsın 70 dərəcədən 50 dərəcə. Cavabımız olar C variantı. 8 nömrəli çalışmaya baxaq. ABCD paralel kənar. AD bərabərdir, YS bərabərdir, YB olarsa alfa bucağının dərəcə ölçüsünü soruşur. Yenə baxsaq, AD YS-yə bərabərdir, o da YB-yə bərabərdir. Paralel kənarda paralel tərəflərin uzunluqları bir-birinə bərabərdir. AD-yə paralel tərəf BC-dir. Baxın, deməli, burada işarələtdiyim 4 dənə parça, 4 dənə tərəf bir-birinə bərabər olmalıdır. Deməli, burada bir eşkenar üçgən əmələ gələcək. Eşkenar üçgənin bütün bucaqları neçə dərəcədir? 60 dərəcə, 60 dərəcə, 60 dərəcə. Baxın, B bucağı 60-dırsa, avtomatik olaraq D bucağına, yəni alfaya neçə dərəcə uyğun gələcək? 60 dərəcə. Cavab olur D variantı. 9 nömrəli çalışmada AD AY-yə bərabərdir. BY DS-yə bərabərdir. Baxın, BY DS-yə bərabərdir. DS də AB-yə bərabərdir. Onda alarıq ki, AB də BY-yə bərabərdir. Burada bir ikizkenar üçgən əmələ gələcək. Təpə bucağı neçə dərəcədir? 40 dərəcə. Onda oturacağı bitişik bucaqlar 70 dərəcə və olacaq 70 dərəcə. Daha sonra daxili çarpaz bucaqların xassəsinə görə, baxın, bu bucaq 40 dərəcədirsə, bu bucaq da 40 dərəcədir. Onda bu hissəyə neçə dərəcə qalacaq? 180 dərəcə eksi 70 dərəcə artı 40 dərəcə. Eləyəcək 180 dərəcə eksi 110 dərəcədən eləyər 70 dərəcə. Deməli, bu bucaqda eləyəcək 70 dərəcə. Baxın, ADY də bir ikizkenar üçgəndə oturacağı bitişik bucaqlar bir-birinə bərabərdir. Deməli, burada da 70 dərəcəli bir bucaq əmələ gələcək. Alfanı tapmaq üçün neyniyərik? 180 dərəcədən çıxarıq. Digər iki bucağın cəmini, yəni 70 topla 70-i eləyəcək 180 dərəcə çıxılsın 140 dərəcədən 40 dərəcə. Cavabımız olacaq B variantı. 10 nömrəli çalışmaya baxaq və AD məsafəsi bərabər olmalıdır BC məsafəsinə. AB məsafəsi də bərabər olmalıdır
DS məsafəsinə. Onda mən 2x çıxılsın 2-ni bərabər edə bilərəm. X topla 7-yə. X-i keçirək sol tərəfə, mənfi 2-ni keçirək sağ tərəfə. Onda alarıq x bərabərdir 9. X 9-dursa, AB məsafəsini hesablaya bilərik də. AB məsafəsi 4x eksi 5-dir. X-i aldıq 9, 4-ü vurarıq 9-a, çıxarıq 5-i. Deyir 36 çıxılsın 5-dən 31. Lakin bizdən DS məsafəsini soruşur. Dedik ki, DS məsafəsi zaten AB məsafəsinə bərabərdir. Onda elə cavabımız olacaq 31C variantı. 11 nömrəli çalışmada BY məsafəsi deyir x artı 5-ə bərabərdir. Məsafəsi isə 2x eksi 1-ə bərabərdir. Paralel kənarda bilirik ki, diagonallar kəsişmə nöqtəsində yarıya bölünür. Yəni YB məsafəsi YD məsafəsinə bərabər olmalıdır. Həmçinin AY məsafəsi də YS məsafəsinə bərabər olmalıdır. Onda mən 2x çıxılsın 1-i x topla 5-ə bərabər edə bilərəm. X-i keçirək sol tərəfə, mənfi 1-i keçirək sağ tərəfə. Alarıq x eşitdir neçəyə? X eşitdir 6-ya. Lakin bizdən BD məsafəsini soruşur. BD məsafəsi nəyə bərabər olacaq? 3x artı 4-ə. X-i 6 aldıq. 3-ü vurarıq. 6 üzərinə gələrik 4-ü. 18 artı 4 eləyər 22. Y şıqqı. 12-yə baxaq. ABCD yenə paralel kənardır. BY məsafəsi DF-ə bərabərdir. Dedik ki, paralel kənarda diagonallar kəsişmə nöqtəsində yarıya bölünür. Yəni BY məsafəsi DY-yə bərabər olmalıdır. Həmçinin DF-ə də bərabər olmalıdır. Deməli biz burada bir ikizkenar üçgen alarıq. DYF ikizkenar üçgendir. Daha sonra əgər ki, baxın burada verilmiş bucaq 40 dərəcədirsə, o zaman bu bucaqda olmalıdır 40 dərəcə. Daxili çarpaz bucaqlara görə. Əgər bu bucaq 40 dərəcədirsə, DYF ikizkenar üçgendirsə, bu bucaqları tapa bilərik, elə deyilmi? Bu bucaq olar 70 dərəcə, bu bucaqda olacaq 70 dərəcə. 70 dərəcəli bucağın qonşusu olacaq neçə dərəcə? 110 dərəcə. Daha sonra, baxın, verilmiş bu bucaq alfadırsa, onda daxili çarpaz bucaqlara görə bu bucaqda eləməlidir alfa. Üçbucaq YFC-yə baxsaq, 20 dərəcə artı 110 dərəcə artı alfa eləməlidir 180 dərəcə. O zaman alfa artı 130 dərəcə eşit olmalıdır 180 dərəcəyə. Alfa eşitdir 50 dərəcəyə. Cavabımız olacaq D variantı. 13 nömrəli çalışmaya baxaq. Deməli, FB məsafəsi DY məsafəsinə bərabərdir. Diagonallar kəsişmə nöqtəsində yarıya bölündüyünə görə, o zaman DY də YB-yə bərabər olmalıdır. Deməli, yenə burada bir eşkenar üçgen aldıq. Daha doğrusu ikizkenar üçgen aldıq. Baxın, bu bucaq 42 dərəcədirsə, ona çarpaz olan daxili bucaq hansıdır? Baxın, bu bucaqdır. Onda bu bucaqda eləyəcək 42 dərəcə. FBY ikizkenar üçgendirsə, təpə bucağı 42-dirsə, 180 dərəcədən çıxarıq 42 dərəcəni bölərik 2-yə, oturacaqdakı bir dənə bucağın dərəcə ölçüsünü taparıq. Bu eləyəcək 138 dərəcə bölünsün 2-dən 69 dərəcə. Baxın, deməli bu bucaqda eləyəcək 69 dərəcə, bu bucaqda eləyəcək 69 dərəcə. Daha sonra alfaya qonşu olan bucaq daha doğrusu 69-dursa, o zaman alfa artı 169 yox, 69. Alfa artı 69 dərəcə eləyəcək 180 dərəcə. Buradan da alfa eşitdir 111 dərəcə. Cavab olacaq B variantı. 14 nömrəli çalışmaya baxaq. C bucağı 100 dərəcədir. AB məsafəsi AF-ə bərabərdir. Daha sonra AD məsafəsi isə AY-yə bərabərdir.
Əgər ki S bucağı 100 dərəcədirsə, o zaman B bucağı neçə dərəcə olar? 180 dərəcə eksi 100 dərəcədən 80 dərəcə. A, B, F bucağı, daha doğrusu üç bucağı. İkizkenar üçbucaq olduğuna görə oturacağı bitişik bucaqlar bərabərdir. Deməli bu bucaq da eləyəcək 80 dərəcə. Onda təpə bucağına neçə dərəcə qalar? Eləyəcək 20 dərəcə qalar. Deməli bu bucaq da eləyəcək 20 dərəcə. Daha sonra S bucağı 100 dərəcədirsə, D bucağı neçə dərəcə eləyər? 80 dərəcə. Burada da bir ikizkenar üçgen əmələ gəldiyinə görə D bucağı Y bucağına bərabər olmalıdır. Eləyəcək 80 dərəcə. Təpə bucağı da eləyəcək 180 dərəcə eksi 80 dərəcə artı 80 dərəcə. 180 dərəcə eksi 160 dərəcədən 20 dərəcə. Deməli, baxın buradakı təpə bucağı eləyəcək 20 dərəcə. Baxın S 100-dürsə, bucaq A ümumilikdə neçə dərəcədir? 100 dərəcədir. Onda alfa artı 20 dərəcə artı 20 dərəcə etməlidir 100 dərəcə. Alfa artı 40 dərəcə eşittir 100 dərəcə. Alfa eşittir 60 dərəcə. Cavab eləyəcək B variantı. 15 nömrəli çalışmada ABCD paralel kənardır. Alfa bucağını soruşur bizdən. D bucağı 80 dərəcədirsə, o zaman B bucağı da neçə dərəcə olmalıdır? 80 dərəcə olmalıdır. Daha sonra, baxın bu fiqura baxsaq, baxın buradakı 80 dərəcəli bucaq eşit olmalıdır daxildəki 3 dənə bucağın cəminə. Onda yazarıq 10 dərəcə artı 40 dərəcə artı alfa eşitdir 80 dərəcəyə. 50 dərəcə artı alfa eşitdir 80 dərəcəyə. Alfa eşitdir 30 dərəcə. Cavab olar Y variantı. 16 nömrəli çalışmada AY məsafəsi DS'yə bərabərdir. AY DS'yə bərabərdir. Zaten DS də AB'yə bərabərdir. Deməli burada bir ikizkenar üçgen əmələ gələcək. Təpə bucağı 20 dərəcədirsə, o zaman bu bucaqlar neçə dərəcə olar? 180 dərəcə eksi 20 dərəcə bölünsün 2 dərəcə. Daha doğrusu bölünsün 2. 160 dərəcə bölünsün 2 eləyəcək 80 dərəcə. Deməli bu bucaq 80 dərəcə, bu bucaq da eləyəcək 80 dərəcə. O zaman 80 dərəcəli bucağın qonşusu. Baxın bu bucaqda elə deyilmi? Bu bucaq eləyəcəkdir 100 dərəcə. 180-dən çıxarıq buradakı 80 dərəcəni eləyər 100 dərəcə. Burada bir açıortay verildiyinə görə 100 dərəcəli bucaq 2 bərabər hissəyə bölünür. Deməli bu bucaq 50 dərəcədir, bu bucaq da 50 dərəcədir. Daha sonra baxın bu bucaq 50 dərəcə, S bucağını 80 dərəcəli, baxın bu bucağa görə tapa bilərikmi? C bucağı neçə dərəcə olacaq? 100 dərəcə. Baxın bu bucaq 50 dərəcə. Bu bucaq 50 dərəcə. Bu bucaq 100 dərəcə. Bu bucaq da alfa. Onda nə yazarıq? Alfa artı 100 dərəcə artı 50 dərəcə eşitdir 180 dərəcə. Alfa artı 150 dərəcə eşitdir 180 dərəcəyə. Alfa da eşitdir 30 dərəcə. Cavabımız olacaq A variantı.